Ayaq dırnaqlarının batması, ayaqlarda döyənək, yəni mazol və ziyil kimi problemlər çox vaxt məhz dar ayaqqabı geyinmə səbəbindən yaranan problemdir. Müasir dövrümüzdə bu cür halların aradan qaldırılması və məsələnin kökündən həll etməyin ən optimal yolu podoloqa müraciət etməkdir. Podoloq xüsusi üsullardan istifadə edərək ayaq dırnaqlarının batması, göbələk infeksiyaları, diabetik ayaq dabanda çatlar, ayaqda döyənək, yəni mazol və ziyil kimi xəstəlikləri erkən mərhələdə aşkar edərək müalicə edir. Bu sahədə İstanbul NS Klinikasının podologiya şöbəsinin mütəxəssisinin hərtərəfli və rahat ayaq prosedurlarını yerinə yetirməsi üçün xüsusi alətləri və avadanlıqları var. Podoloqa vaxtında baş çəkmək gələcəkdə bir çox problemlərdən qaçınmağa kömək edə bilər. Çünki mütəxəssis erkən mərhələdə xəstənin hətta xəbəri olmayan bir çox xəstəliyi aşkar edə bilər. Xatırlamaq vacibdir ki, profilaktika xəstəliyin sonrakı mərhələlərində müalicədən daha effektivdir və minimal müdaxilə tələb edir. Podoloqumuz sizə müalicədən əlavə düzgün ayaq baxımı, pedikür və ayaqqabı seçimi ilə bağlı məsləhətlər, izahatlar və nümayişlər də təqdim edir.